Hamınıza salam dostlar, mən Kamal və bu gün ilk videomuz olacaq və bəzi problemlərə görə bir müddət videolarda əskər olmayacaq. Söz uzatmadan gəlin video keçək. Çox maraqlı bir gündür. Bu gün sizlərlə birlikdə Minecraft oynayırıq. Gördüyünüz kimi dünyamızı açaq. Minecraftda açıq. Qapı döyüldü. Yəqin ki dostum Noob'dur yəqin. Noob mənim dostumdur. Noob. Basketbol topunu götürüm, Noob'la basketbol oynayaq dedim. Ayda, nə qədər döyüyor, bildikdə təcərrəm də yaxşı. Görək kimdir, bəlkə başqası deyim. Kimdir? Açam qapını Kamal, mənəm Namik, tez elə, borclarım var, tez aç. Nə? Namik, sən burada nə işin var? Hə, nə olsa əlində də kitab var, bu nə işi? Borcum var. Borclarım var. Nə borcu? Mən borcum bütün həm var, düzənli şəkildə ödəmişəm. Nə əlaqə? Mən borcum var. Oysa mənim olsa pulum çoxdur, yəni ödəyərəm. Nə qədərdir? Yəqin ki 3-4 elmas. 3-4 elmas nədir? Bax bir dənə kitaba görəsən özün nə qədər borcun var. Kitabı bir dənə götür. Götürdüm kitabı. İndi görüm nə var içində, yaxşı. Bağlayım bir dənə. Oxuyum belə. Nə? Bu nədir? Yuh. Bu qədər elmas mən hardan alım Zümrüd qızı? Bir ay ərzində ödəməli, əks halda oyuncunun evi əlindən alınır. Evim əlindən alacaq? Ola bilməz. Yuh, bu qədər də şey olar. Namik, ödəyərəm də olar. Olar sabah ödəyərəm, olar. Nə sabah? Bu gün ödəyəsən. Bu güncə axırıncı gündür. Namik, bilirsən nə var? Mənim heç pulum yoxdur. Bir dənə bax, envanterimdə heç bir pulum yoxdur. Bir dənə monitordur, kamera monitordur. Qoy göstərim, bax, kameraları göstər evdəki. Bax, kameraları göstərir belə. O birisi də ki, telefonumdur, bir də basketbol topumdur ki, Noob'la top oynayacağım üçün. Belə şey olar. Mən bir dəqiqə, mən bir dənə bilsən nə var? Zamik adlı bir dənə dostum var, ona zəngiyim o bilərəm. Alo Zamik, nə olar? Bir dənə, mən biraz borca pul verə bilərsən. Sən onsuz da zənginsən də, yəni sənin pulun var, çoxdur pulun. Belə şey olar, həmişə də adı boy verir. Mənə görəndə bir dənə Namik, olar birazdan ödəyərəm borcumu, bir dənə gəlirəm, bir dəqiqə, sən səbirli ol bir dənə burada. Bir dənə geyim onun yanında danışım, telefonda adı boy verə bilər, amma gerçək həyatda mən yox deyə bilməz. Gedim, başımayım. Nə? O qədər fakir olmuşam ki, heç xəbərim yoxdur. Maşın benzini belə qalmayıb, geyim benzini də doldura bilərəm, amma yox, nə ilə dolduracam, pulum var. Gedim nəysə Zamikdən borcam. Gedim. Bezdim. Nə var bir dənə? Belə evi var. Zamik. Qapında döymüş kimi eləyək. Güyəndi mədəni. Zamik nə olar? Amma adım belə varlıdır. Biraz borc verə bilmərsən ki. Nə olacaq ki? Bu qədər evim var. Mən çox kasıb adamam. Mən sənə pul verəmərəm. Bilsən, mən çox kasıbam. Heç pulum yox deyə mənim. Heç pulum var mənim. Gülməli deyil. Bir də ki, belə oldu, hə? Belə oldu, hə Zamik? Sən görərsən, yaxşı. Sən mənə bir çətinliyin düşsün. Ayda, Namikə mən nə deyəcəm? Bank şeyində qırım nəsə. Namikə nə deyəcəm? Namik öldürəcəyim mən. Deyəcək ki, belə, sən beləsən. Namik dedim, mən belə səbirli olsan, yəni gətirəcəm pulu, söz verirəm sənə, söz. Bıdı danışıb beynimi xarab eləmə. Deyirəm ki, nə olur olsun bugün pulu gətir. Başa düşdün? Bir dəqiqə. Mən bankda pulum var idi axı. Cem bankdakı pulumu götürüm. Oradan da aparım Namikə verim. Belə rahat olum da. Deyər, buradan keçən adamlar mahnı qoşurlar. Mən nə hayda, siz nə hayda. Nəysə, gəlin buradan borcumu alım. Yenə bu gəldi. Sənə borc verəndə bezdik. Sən artıq borc verəndə liqa. Yenə mən neynəmişəm axısı. Mən sizə neynədim? Nə pisliyim o bizsə? Nəysə, gedək. Bezmişəm etal. Bir şey olar. Hara gedirəm, siz kimdə vecinə dalmam. Nədir? Gülməmmət fit çal. Mən çağırsan nədir? Danış görmə Gülməmmət. Yenə pul istəyəcək. Oradan gedirsən, orada 5, 6, 7, 8 yazsan, orada bir qapı olacaq. 5, 6, 7, 8. Kodun adıdır. Qapının kodu 5, 6, 7, 8. Yaxşı. Nə kodu? Yaxşı. 5, 6, 7, 8. Belə? 5, 6, 7, 8 yazsan, aysa. Sonra girirsən oradan, girirsən içəridə, mənim adımı verirsən, Gülməmmət çayı. Elə sırası sən biləcəklər, yəni narahat olma. Görməsən də narahat olma da, yəni tapasın. Gülməmmət, çox sağ ol. Birinci dəfə ki, sən mənə xeyrindəyibdir. Çox sağ ol, yaxşı, gördüm deyə. Gördüm, çox sağ ol. Gəldim, çatdım. Qaç. Gəldim. Do not enter zat deyir. Nə demişdi? 5, 6, 7, 8. Sən 5, 6, 7, 8.
Baxın mən 5 6 7 8. Aha budur. Yes, girdim. Sən kimsən ha? Gülməmməd dostuyam. Bildim. Aç bu sandığın içindəkiləri götür. Kod 1 2 3 4. Ay sala. 1 2 3 4 yaz. Aha yazıram 1 2 3 4. 3 4. Aha. Bunları götürürəm. Çox sağ olun. Siz indi mən bu bütün borclarımı yəqin ki elə sizin sayənizdə ödəmiş olacağam. Çox sağ olun. Aha, indi yolumuzu tuturuq banka. Düz çox təhlükəli bir şey. Neyəcəyimi öncədən bilməliyəm, özü vəli alacağım. Aha. Artıq yalnız da tanımıram ya. Tez palalar çəkin, tez eləyin. Tez. İnsanlarda olduğunu göstərin, tez eləyin, tez. Bağışlayın. Buna basmayın, heç kimi çağırmayın, tez eləyin. Aha, girindi. Saçdırın, eşitmədim. Basmayın butonuna. Aha. Aha, səsimə girdim. Artıq olur. Yes. Açaq və görək. Orada adamsı. Söyə zengin oldum. Hamısını qazım mən bunların. Nəsə mən bunları qazıb gəlirəm bir dəqiqə. Çox qəşəng oldu. Gördüyünüz kimi burada. Arkada indi ambulans var. Ambulans keçir yəqin həyətdən, ona görə onun səsidir. Yəni indi bütün borclarımı ödədim də əla olacaq. Super. Və bu maska sayəsində heç kimə demədiniz. Ağıllı olun. Bax, belə qalın. Yaxşı, eşitdiniz? Vəsiyo. Heç kimə də deməyin. Nə? Ola bilməz. Bunlar necə xəbər var? Salam rəis. Biz hər şeyi bilirik. Bizə hər kəsdən xəbər var. Və biz hər yerdə, şəhərin hər bir yerində kameraları yerləşdirmişik. Bəli, indi sən tutuklusan. Niyə mən neynədim? Ayda, of. Yaxşı, alın, silahımı da götürün. İstəmirəm Namiq bəy. Niyə belə bir şey elədin? Tez elə. Niyə belə bir şey eləmək məcburiyyətindəydin? Namiq bəy, yəni belə deyə bilərəm ki, valla mən ailəmə pul Buna çatdırmalıyım. məcbur falan deyildin. Elə bir şey olmayıb. Yalandan danış. Dostlar, gördüyünüz kimi bütün oğurluğun nəticəsində hara düşdüm? Bura. Amma bir yaxşı xəbərim var ki, mənim maskamın olduğunu bilmir və o məni başqa adam kimi sandı. Gördüyünüz kimi baxın. Nə? Envanterimdə hər şeyi götürüb bir dənə bu əşyalar qalıbdı. Bunlar da ki, ən önəmlilərdən biridir. Yəni buralar da qırılmadığı üçün, gördüyünüz kimi, bura da qırılmır. Buralar da qırılmadığı üçün, bura qırılır ya əslində. Ay, qırılmamış. Yəni qırılır, amma axırda qırılmamış kimi olur. Yəni bunların hamısı qırılmır. Sadəcə o yuxarıdakı havalandırma sistemindən qaçmaq olar və tualet qırılır, amma o mənim nəyim. Və ona görə də artıq qaça bilərəm. Bəli. Və buradakı digər adamlardan xoşuma gələnlər də özümdən kömək eləyəcəm. Ancaq hansı cinayəti elədiklərini bildiyim adamlara heç bir kömək eləməyəm. Bura qırılmır. Mən buranı qırıb gələcəm dostlar. Qırdım dostlar və burada işləməyən bir redstone sistemi var. Yəni bu qədər keçmişdə qalmayın, yəni. O belə işləmir, yəni. Havalandırma sisteminə girdim, qaçırıq, əla. Evimə çatanda çıxardacağam maskamı. Və ağlımda bir fikir var ki, evə girməzdən öncə evə qapıdan yox, arxadan başqa yerdən girəcəm ki, o mənim Kamal olduğumu bilməsin. Ona görə də buranı qırırıq. Bayaq kimi yenə uzun bir qırma süreci qırılır. Qırılır. Aha, qırıldı. Biraz canım acıdı, amma işin olmaz. Qaçdıq. Burada bu professor, mən onu tanıyıram. Yox. O da Ramizin dostudur. Bu Steve'dir. Amma qocalıb biraz. Gəl sənə kömək eləyəcəm. Yaxşı. Steve burada qalmaqdan qocalıbdır. Steve'i çox istəyirəm. Steve yaxşı adam. Nəysə, qaçaq buradan. Tez düş. Lift nə yaxşı sürət işləyir. Qaç. Bu parkovşik belə çox fakir adamdır. Amma onu elə çox istəyirəm.
mən kömək eləyəcək indi burada gizlənəcəm. Vəbşi kapotunda açım maşının. Burada qəşəng gizlənim. Siz də eşitdiniz, üstə maşın səsi gəldi və onlar polis idi yəqin ki. Çox sağ ol Parkoviç, sən çox istəyirəm. Gedək, qaç. Aha, gediblər. Qaç, axıra kimi qaçaq buradan. Çataq evimizə. Girdik. Evim, gözəl evim. Çox qəşəng oldu. Düzdür, bunlar çıxardı, onlar narahat edir. Aha, fişəyə çatdıq. Əla. Dostlar, sizinlə birlikdə bir maraqlı videonun daha sonuna gəldik. Bu tip videoları çox xoşlandınızsa, like atıb abunə olmağı və yorumlarda növbəti videonun nə haqqda olmasını yaza bilərsiniz və hətta yeni karakterlərin hansı adda və necə olacağını da yaza bilərsiniz. Şəhərimizi böyütmək üçün əlavə hansı tikililərin olmasını da deyə bilərsiniz. Yəni demək olar ki, bu şəhər sizin tam istədiyiniz kimi düzəldə biləcək. Like atıb abunə olmağı unutmayın. Sağ olun.